Assassin sözünü bir anlıq düşünün. Yəni filmlərdə, kitablarda hər yerdə qarşımıza çıxan bir söz. Soyuqqanlı, muzlu qatil. Bəli. Yaxşı, bəs sizə desəm ki, bu sözün kökü orta əsrlərə, dağın qocası kimi tanınan sirli bir liderə və onun bütün yaxın şərqi lərziyə salan tərqətinə gedib çıxır. Bəli, bugün sizin bizə təqdim etdiyiniz mənbələr əsasında məhz bu mövzunun dərinliklərini enəcək. Haşhaşilər, onların dahi lideri Həsən Sabbah və o əfsanəvi Ələmut qalası. Hə, əsas bələdçimiz də Bernard Lewis'in Ələmut qalası və Həsən Sabbah kitabı olacaq. Bu sahədə demək olar ki, fundamental bir əsərdir. Tamamilə. Məqsədimiz də yəni sadəcə tarixi hadisələri sadalamaq deyil, sizin üçün bu tərqətin ətrafındakı o əfsanə pərdəsini qaldırmaq, məsələn, o məşhur Cənnət bağları hekayəsinin arxasındakı həqiqəti axtarmaqdır. Yəni, əslində kim idilər, nəyə inanırdılar və tarixin axarı necə dəyişdilər? Gəlin bu hekayəni birlikdə araşdıraq. Elə sözün özündən başlayaq. Necə olur axı bir dini siyasi qrupun adı bütün dillərə yayılıb tamamilə başqa bir mənada, muzlu qatil mənasında işlənir? Bu, həqiqətən də çox maraqlı bir lingvistik səyahətdir. Hər şey ərəbcə haşhaşi sözündən başlayır. Avropalılar, xüsusilə səlib yürüşləri zamanı bu sözü ilk dəfə Suriyada eşidirlər. Salnamələrdə də asasini, heysəsini kimi, yəni fərqli formalarda qeyd olunur. Bunlar da əslində ərəbcə cəm formaları olan haşhaşyun və ya haşhaşin sözlərinin tərif olunmuş variantlarıdır. Deməli, bu əlaqə sonradan sübut olundu. Bəli, uzun müddət mübahisəli qaldı, amma 19-cu əsrdə fransız şərqşünas Silvestre de Saçi öz fundamental araşdırması ilə bunu qəti şəkildə ortaya qoydu. Yaxşı, bəs Avropalılar onlarla ilk dəfə qarşılaşanda nə düşünürdülər? Təsəvvür edirəm, çox qəribə bir mənzərə canlanıb gözlərində. Hə, tam olaraq. Dağın şeyxinin idarə etdiyi, heç kimin tanımadığı qanunlarla yaşayan sirli bir cəmiyyət. İlk təəssürat qorxu ilə yanaşı, həm də bir növ heyranlıq idi. Heyranlıq? Niyə ki? Onların liderlərinə olan kör-körənə itaəti, məsələn, Suriyalı Ulyam kimi salnaməçilər bundan dəhşətlə bəhs edirlər. Bu itaət o qədər güclü idi ki, hətta, necə deyim, Provans trubadurları, yəni orta əsr şairləri, öz sevgililərinə olan sədaqətlərini, haşhaşilərin öz şeyxlərinə olan bağlılığı ilə müqayisə edirdilər. Çox maraqlıdır. Yəni, sədaqətin son həddi kimi görürdülər bunu, amma zamanla bu obraz tamamilə dəyişdi. Bəli, zamanla o fanatik sədaqət obrazı onların həyata keçirdiyi o səsküylü, amansız qətllərin yaratdığı dəhşətin kölgəsində qaldı. Və söz öz ilkin mənasını tamamilə itirdi. Düzdür. Artıq 14-cü əsrdə İtaliyada bu söz dini-siyasi kontekstini tamamilə itirmişdi. Baxın, Dante öz məşhur cəhənnəmində xain assassinlərdən bəhs edir. Hə. Florensiyalı salnaməçi Giovanni Villani isə assassin sözünü heç bir təriqətə aid etmədən birbaşa pul qarşılığında adam öldürən şəxs mənasında işlədir. Beləcə, söz öz yuvasından çıxıb bütün dünyaya yayıldı. Və bu sözlə birlikdə yayılan ən məşhur hekayə də yəqin ki, Marco Polo'nun o rəngarəng cənnət bağları hekayəsidir. Əlbəttə. Güya gənc fədailəri narkotiklə yuxuya verirlər, sonra süd, şərab, bal çaylarının axdığı gözəl hurilərlə dolu bir bağa aparırlar. Və ayılanda da deyirlər ki, bura cənnətdir. Liderin əmrini yerinə yetirsən, əbədi olaraq bura qayıdacaqsan. Bu şübhəsiz ki, haşhaşilər haqqında ən çox danışılan, eyni zamanda tarixi həqiqətə ən az uyğun olan hekayədir. Deməli, tamamilə uydurmadır. Demək olar ki, Bernard Lewis'in kitabı da məhz bu nöqtədə çox vacib bir fərqi ortaya qoyur. Nə İsmaililərin öz mənbələrində, nə də digər müsəlman sallamaçıların əsərlərində bu cür cənnət bağı təsvirinə qətiyyən rast gəlinmir. Bu, demək olar ki, tamamilə Avropa təxəyyülünün məhsuludur. Yaxşı, bəs haşhaşi adının özü, bu onların həqiqətən də həşiş istifadə etməsinə işarə deyilmi? Bu da olduqca mübahisəlidir. Lewis'e görə bu adın onlara rəqibləri tərəfindən verilməsi ehtimalı daha yüksəkdir. Bir növ təhqiraliz ləqəb kimi. Yəni onları gözdən salmaq üçün. Bəli. Bu ağılsız, özünü idarə edə bilməyən narkotik aludəçiləri kimi bir məna daşıyırdı.
Axı onların fəaliyyətinin tələb etdiyi soyuqqanlılıq, o dəqiqlik, narkotik təsiri altında belə bir missiyanı yerinə yetirmək məntiqə uyğun gəlmir. Aydındır. Deməli, Cuvasiya nə cənnət bağları, nə də narkotik idi. Həm də başqa bir geniş yayılmış təsəvvür var ki, onların əsas hədəfləri səlibçilər olub. Bu doğrudurmu? Xeyr, bu da həqiqəti əks etdirməyən başqa bir mifdir. Haşhaşilərin qurbanlarının uzun siyahısına baxsaq, orada barmaqla sayılacaq qədər səlibçi liderin adına rast gələrik. Bəs əsas düşmənləri kim idi? Onların bir nömrəli düşməni o dövrün İslam dünyasına hökmranlıq edən Sünni Səlcuq imperiyası idi. Onların mübarizəsi xarici bir düşmənə qarşı deyildi. İslam daxilindəki siyasi və dini hakimiyyətə qarşı yönəlmiş inqilabi bir hərəkat idi. Deməli, motivasiyaları dərin dini inancı idi. Sarsılmaz bir iman, bəli. Yaxşı, bəs bütün bu dahi, amma bir o qədər də qəddar strategiyanın arxasında dayanan beyin kim idi? Həsən Sabbah əslində necə bir insan idi? Müstəsna zəkaya, polad iradəyə malik bir lider. O, şiəliyin İsmaili qoluna mənsub idi. Amma onun hərəkatı, yeni dəvət, İsmaili dünyasında da bir növ parçalanmanın nəticəsi idi, elə deyilmi? Tamamilə doğrudur. O, təhsil üçün Misrə, Fatimilərin sarayına gedir. Orada xəlifənin vəfatından sonra vəliəhtlik üstündə mübarizə başlayır. Həsən, xəlifənin böyük oğlu Nizarı dəstəkləyir. Amma saraydakı güclü vəzir kiçik qardaşı taxta çıxarır, Nizar isə edam edilir. Və bu həlledici məqam olur. Bəli. Həsən Sabbah Misri tərk edib İrana qayıdır və Nizarın nəslini qanuni imamlar kimi tanıyan yeni bir cərəyanın Nizari İsmaililiyinin əsasını qoyur. Məqsədi də Sunni Abbasi xilafətini və onun hərbi gücü olan Selcuqları devirmək idi. Və bu böyük məqsədə çatmaq üçün ilk addım, heç bir hərbi gücü olmadan o alınmaz hesab edilən Əlamut qalasını ələ keçirmək oldu. Bu hadisənin özü, yəni inanılmazdı. Bu, onun metodologiyasını mükəmməl şəkildə nümayiş etdirir. Həsən birbaşa hücum etmədi. Əvvəlcə öz dairələrini, yəni təbliğatçılarını qala ətrafındakı kəndlərə göndərdi. Ağılları və ürəkləri qazanmaq üçün. Düzdür. Aylarla, bəlkə də illərlə davam edən bu prosesdən sonra qala əhalisinin əksəriyyəti artıq onun tərəfinə keçmişdi. Nihayət, 1990-cı ildə özü gizli şəkildə qalaya daxil oldu. Qalanın komandantı nə baş verdiyini anlayanda artıq çox gec idi. Və heç bir qan tökülmədi. Heç bir qan tökülmədi. Həsən ona 3000 qızıl dinar təklif edərək qalanı sülh yolu ilə tərk etməsini istədi. O da razılaşdı. Bu, hərbi əməliyyatdan daha çox psixoloji bir əməliyyat idi. Həsən Sabbahın şəxsiyyəti haqqında da deyirlər ki, çox sərt və asketik bir həyat yaşayırmış. Bəli, o, Əlamutu öz bazasına çevirdikdən sonra son dərəcə sərt, nizam-intizam tətbiq etdi. Rəvayətə görə 35 il ərzində qalanı heç vaxt tərk etmədi. 35 il? Bəli, hətta yaşadığı evdən yalnız 2 dəfə, o da dama çıxmaq üçün bayıra çıxdığı deyilir. Bütün vaxtını ibadətə, oxumağa və strategiyasını qurmağa həsr edirdi. Hətta şərab içdiyi üçün bir oğlunu edam etdirməsi kimi dəhşətli hekayələr var. İnanılmazdır. Və bu alınmaz dağ qalalarından imperiyanı sarsıdan o məşhur taktikasını həyata keçirməyə başladı. Mütəşəkkil siyasi sui-qəsd. İlk böyük hədəf kim oldu? İlk və ən səs-küylü qurban şübhəsiz ki, 1092-ci ildə Səlcuq imperiyasının ən qüdrətli şəxsi vəzir Nizamül-Mülk oldu. Sufi dərviş qiyafəsində olan bir fədai onun taxtıravanına yaxınlaşaraq xəncərini ona saplayır. Və Həsən Sabbahın reaksiyası? Reaksiyası onların ideologiyasını tamamilə ortaya qoyur. Deyilənə görə deyib ki, bu iblisin qətli saadətin başlanğıcıdır. Bəli, bu sadəcə bir qətl deyildi, bu bir mesaj idi. Sanki deyirdilər ki, sizin ən güclü, ən qorunan adamınız belə bizim üçün əl çatandı. Tam olaraq. Bu, təsadüfi bir zorakılıq deyildi. Son dərəcə dəqiq hesablanmış bir psixoloji müharibənin başlanğıcı idi. Onların agentləri olan fədailər, yəni özünü fəda edənlər, sıradan qatillər deyildilər. Xüsusi təlim keçmişdilər. Bəli, dillər bilən, hədəfin yaşadığı bölgənin adətlərini öyrənən, bəzən aylarla tacir və ya dərviş kimi hədəfin ətrafında yaşayan agentlər idilər. Bəs silah seçimi? Niyə məhz xəncər? Uzaqdan bir oxla daha təhlükəsiz olmazdımı?
Xəncər seçimi də onların psixoloji strategiyasının bir hissəsi idi. Zəhər və ya ox gizli qalardı, amma xəncər yaxın təmas tələb edir. Bu o deməkdir ki, fədai hədəfin ən yaxşı qorunan məkanına, onun şəxsi aurasına daxil ola bilib. Bu daha böyük qorxu yaradır. Əlbəttə, mesaj buydu. Sizin mühafizə sisteminiz işə yaramır. Biz istədiyimiz yerə girə bilirik. Qətlin ictimai yerdə törədilməsi isə terroru və çaxnaşmanı maksimuma çatdırırdı. Mənbədə Səlcuq Sultanı Səncərlə bağlı o hekayə də var. Sultan uyanır və yatağının yanında yerə sancılmış bir xəncər görür. Bəli, o hekayə onların metodlarını mükəmməl təsvir edir. Xəncəli yanında bir də məktub olur. Həsən Sabbahın Səncərə göndərdiyi mesaj belə idi. O xəncərin sərt torpağa deyil, sultanın yumşaq sinəsinə sancılmasını istəməzdimmi? Yəni, səni öldürə bilərdim, amma öldürmədim. Bu, birbaşa hədədən daha təsirlidir. Tamamilə. Deyilənə görə bu hadisədən sonra Sultan Səncər onlarla daha mülayim davranmağa başlayır. Bu, İslam tarixində siyasi sui-qəsdin bir dövlət siyasəti kimi sistemli şəkildə istifadə edildiyi, bəlkə də ilk hal idi. Belə bir qorxunç reputasiyaya, bu toxunulmaz qalalara baxmayaraq, sonda onların da sonu gəldi. Bəs bu necə oldu? Onların süqutu iki fərqli cəbhədən gəldi. Suriyadakı qolları 13-cü əsrin ikinci yarısında güclənən Məmlük Sultanı Baybars tərəfindən tədricən zəiflədildi. Lakin Haşhaşilərin ürəyinə, yəni İranbaki mərkəzlərinə endirilən əsas və son zərbə şərqdən gələn daha böyük bir qüvvə tərəfindən vuruldu. Monqollar. Bəli, 1256-cı ildə Çingiz xanın nəvəsi Hülakü xanın ordusu Ələmut qalasına mühasirəyə aldı. Son İsmaililər lideri Rüknəddin Xurşah müqavimətin mənasız olduğunu görüb təslim oldu. Amma təslim olmaq onu xilas etmədi yəqin ki. Xeyr, Hülakü onu bir müddət sonra edam etdirdi. Daha sonra isə Monqol ordusu Ələmut da daxil olmaqla bütün Haşhaşi qalalarını sistemli şəkildə dağıtdı, yerlə yeksan etdi. Və ən böyük itkilərdən biri də o məşhur Ələmut kitabxanasının məhv edilməsi oldu. Bəli, bu bəlkə də fiziki dağıntıdan daha faciəvi idi. O kitabxanada İsmaililərin yüzillər boyu topladığı qiymətli əlyazmalar, fəlsəfi və elmi əsərlər var idi. Bu da bir ironiyadır. Onların hekayəsinin bu qədər çox hissəsinin öz düşmənləri tərəfindən yazılmasının səbəbi də budur. Öz səsləri o alovların içində yox olub gedib. Məsələdir. Ona görə də onların kimliyi haqqında bu qədər çox mif və yanlış təsəvvür var. Tarixlərini onlardan qorxanlar qələmə alıb. Beləliklə, sizin üçün apardığımız bu araşdırmada Əsəsin sözünün mənşəyindən başladıq, Marco Polo'nun əfsanələrini Bernard Lewis'in təqdim etdiyi tarixi reallıqlardan ayırdıq. Həsən Sabbahın strateji dühasını və o dağ qalalarından nəhəng bir imperiyaya qarşı apardığı asimetrik müharibənin taktikalarını gördük. Və anladıq ki, onlar sadəcə bir qatil dəstəsi deyildi. Xeyr, öz dövrü üçün unikal, siyasi sui-qəsdi bir terror və psixoloji müharibə vasitəsi kimi sistemli şəkildə dərin ideologiyaya malik mütəşəkkil bir qüvvə idilər. Bütün bunları yekunlaşdırarkən Bernard Lewis'in kitabında diqqətimi çəkən bir məqam var. O qeyd edir ki, Haşhaşililərin dövləti məhv edilsə də, onların ideyaları və metodları tamamilə yox olmadı. Regiondakı sonraki inqilabi hərəkatlara təsir göstərdi. Bu maraqlı bir nöqtədir. Bu da bizi bir suala gətirib çıxarır, elə deyilmi? Bir güc mərkəzinə qarşı ideologiya və fədakarlıqla mübarizə aparmaq taktikası, fərqli formalarda və fərqli məqsədlər üçün də olsa, bu günümüzə qədər gəlib çatmayıbmı? Bu barədə düşünməyə dəyər.